Sabahınız xeyir olsun. Bir daha əziz tamaşaçılarımız, yenicə qoşulanları salamlayırıq. Hər vaxtınız xeyir olsun deyirik. Bəli, proqramımızın bu vaxtında, bu zamanında istərdik ki, Azərbaycanda, özəlliklə şəhərlərimizdə, böyük şəhərlərimizdə reklam işinin necə quraşdırılması, küçə və prospektlərdə, ümumiyyətlə binaların fasadlarında, o məkana uyğun, o binaya uyğun, təbii ki, reklamçıların da burada hüququ tapdanmadan, onların da hüququnu nəzərə alaraq bu işlərin necə tənzimlənməsi haqqında istəyirdik ki, hal-hazırda söhbətə başlayaq. Həm söhbətimizə Azərbaycan Dövlət Reklam Agentliyinin şöbə müdiri Pərvanə xanım Əliyevadır. Pərvanə xanım, xoş gəldiniz efirimizə. Təşəkkür edirik proqramımızda iştirakınıza görə. Hər vaxtınız xeyir olsun. İlk olaraq elə bu sualdan başlayaq. Reklam Agentliyinin son dövrlər həyata keçirdiyi əsas layihələrdən danışsaq, hansı məqamlara toxunardınız? Bildiyiniz kimi, Azərbaycan Dövlət Reklam Agentliyi açıq məkanda reklam fəaliyyətinə nəzarət mexanizmini həyata keçirdir. Amma bununla birgə Azərbaycan Dövlət Reklam Agentliyi şəhərimizdə və ölkəmizin başqa ərazilərində çox önəmli layihələrə imza atmışdır. Mən buna misal olaraq Şuşa şəhərində olan Şuşa şəhərinə giriş və İsa bulağı layihəsini misal göstərmək istəyərdim. Bu bizim üçün çox önəmli layihələrdən biridir. Çünki bildiyiniz kimi Şuşa ölkəmizin ən önəmli şəhərlərindən biridir və bizim üçün çox əzizdir. Bu layihəni işləyərkən biz xeyli araşdırma etdik və Şuşa şəhərinə girişdə həmin Şuşa Stellasının layihəsini həyata keçirdik. Stellaya baxdıqda onun bünövrə hissəsinin yerli daşlardan hörüldüyünü görə bilərik və əsas hissəsi isə ağ travertin daşından hazırlanmışdır. Bu Stellanın özünün xüsusi simvoludur. Bu Stella özü xüsusi simvoludur. Onun bir əhəmiyyəti var. Hazırda rejissorlarımız da ekrana gətirir, bax bu görüntüləri. Bəli, bu tikinti prosesidir. Bəli. Buyurun, davam edin, zəhmət olmasın. Şuşa Stellasının hazırlanmasında bizim çox böyük əziyyətimiz olduğu işlər qısa müddətdə həyata keçirilməli idi və Stellanın özünün bir, belə deyim, fəlsəfəsi var, ideyası var. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə, ümumilikdə Şuşa şəhərinə həsr olunub bu stella. Üzərində Şuşa yazısı uzaqdan baxdıqda sonsuzluq işarəsinə bənzəyir və bu da bizim Şuşa şəhərinin çox dərin köklərə malik olmasına dəlalət eləyir. Ondan da başqa həmin ərazidə İsa bulağı layihəsini həyata keçirdik. İsa bulağına gedən yolda yerləşir bu. Biraz belə enişdir, düşürsən aşağı. Enişə getməmiş, yuxarıda yerləşir. Yolun sağ tərəfindədir həmin İsa bulağı layihəsi. Sanki yerdən qalxmış bir qaya kütləsinə bənzəyir. Üzərində ornamental elementlər var. Həmin ornamental elementlər suyu simvolizə edir. Bəli, suyu simvolizə edir. Həmçinin saflığın nümunəsidir. Çünki qarşısında bir səhəng, kompozisiya əsasən qarşısında bir səhəng var. Həmin səhəng də saflığın, ənənəmizin rəmzidir. Və demək istəyərdim ki, təkcə bu layihələrdən başqa Qarabağ ərazisində, Ağdam şəhərində, Füzuli şəhərində, Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə kifayət qədər fərqli layihələr hazırlanıb, sahibkarlara təqdim olunur. Çünki onlar, belə deyim, həmin ərazilərdə sahibkarlıq fəaliyyəti, belə deyim də, artıq inkişaf eləməyə başlayır və bunun üçün biz onlara dəstək məqsədi ilə reklam qurğularını harada yerləşdirmək olar, necə yerləşdirmək olar deyə məsləhətlər veririk, dialoq aparırıq sahibkarlarla və çalışırıq ki, həmin ərazilərin vizual kimliyini qoruyub saxlayaq. Bu da çox önəmli məsələlərdən biridir. Çox önəmlidir. Çünki şəhərlərin, o məkanların keçdiyi bir yol, onun özünü simvolizə edən müəyyən elementlər, düşünürəm ki, bu reklam qurğularında özünü çox gözəl ehtiva etsə, həm şəhər sakinlərinə, həm də gələn turistlərə çox gözəl bir informasiya olar eyni zamanda. Bəli, əslində bildiyiniz kimi reklam həm informasiya vasitəsidir, kommunikasiya vasitəsidir. Həmçə vizual sənət növüdür. Vizual sənət növü olduğu üçün, hər bir sənətdə kompozisiya elementləri olduğu üçün biz reklamda da bu kompozisiya elementlərinə riayət eləməliyik, qoruyub saxlamalıyıq və biz bu sahədə də kifayət qədər işlər görürük. Bu dizayn kod adlandırırıq bunu. Nədir
Nədir dizayn kod? Reklamda dizayn kod reklam qurğularının, reklam yazılarının, şriftlərinin seçilməsi, nisbətlərin müəyyən olunması, proporsiyaların müəyyən olunması, rəng seçimi və s. onların bura aid etmək olar. Mənim suallarım çoxdur Pərvanə xanım. Çünki bu sahə ilə maraqlı bir sahədir ki, istər-istəməz insan sirri informasiya əldə eləsin. Ələlxüsus şəhərimizdə o gözəl reklam qurğularını görəndə sakin olaraq da bizi çox sevindirir. Açıq məkanlarda, reklamlarda vizual görüntü. Bax, bu nə dərəcədə önəmlidir? Bir tərəfi mən dedim. Bəli, biraz da mən qeyd etdim bundan əvvəl. Dizayn kod deyirik biz buna. Çox önəmlidir. Vizual görüntü, informasiya. Dediyim kimi informasiya vasitəsidir reklam. Və həmin o informasiya vasitəsi elə tərtib olunmalıdır, elə yayımlanmalıdır ki, istehlakçı üçün aydın olsun, əlçatan olsun, düzgün istiqamətləndirsin, düzgün seçim eləyə bilsin. Və biz çalışırıq bu sahədə kifayət qədər iş görək. Burada nədir? Birincisi, qanunvericilik tələblərinə riayət olunmalıdır. İkincisi, şəhər estetikasıdır. Şəhər estetikasına uyğun olaraq həmin reklam qurğuları yerləşdirilə bilər. Üçüncüsü isə təbii ki, dediyim kimi dizayn koddur. Bayaq qeyd etdiyim kimi. Dizayn koda əsasən biz reklam qurğularının ölçülərini, proporsiyalarını tənzimləyirik. Onların hansısa bir məkanda, hansısa bir fasadda yerləşdirilməsinə xüsusi diqqət veririk və rəng palitrasının düzgün seçimidir. Hansısa bir məkanda demişkən, mən istərdim tarixi məkanlara bir nəzər salaq. Çünki bu da çox düşünürəm ki, həssas məqamdır. Belə ki, tarixi binalarda reklamların vurulmasında məhdudiyyətlər, müəyyən qadağalar. Bax, bu haqda biz danışsaq. Bu qanunla tənzimlənir. 12 dekabr 2016-cı ildə 499 sayılı qərara dəyişiklik edilmişdir. Yeni müddalar, yeni əlavələr edilmişdir və buna əsasən biz tarixi əhəmiyyəti olan, bildiyiniz kimi Bakı unikal memarlıq abidələri ilə zəngindir və biz həmin o binaların üzərində reklam yerləşdirərkən xüsusi yanaşmanı həyata keçirdirik. Dediyim kimi qanunla tənzimlənir. Reklamlar memarlıq elementlərinin üzərində yerləşdirilə bilməz. Binaların tinlərində yerləşdirilə bilməz. Əgər binanın üzərində memarlıq lövhəsi, memorial lövhələr varsa, ondan 1 metr məsafədə yerləşdirilməlidir. İstənilən halda, belə deyim, binalar bir-birlərindən çox fərqlidir. Bakıda eyni quruluşa malik olan binalar demək olar ki, çətindir tapmaq. Mütləq binada həmin reklam qurğusunun yerləşdirilməsi üçün yerlər seçilməlidir. Həmin səth, belə deyim, memarlıq elementlərindən azad səth olmalıdır. Bir də Pərvanə xanım, ümumi bir harmoniya olmalıdır. Bütün bina ilə reklamlar arasında. Hətta mən deyərdim, bir küçədə, bir prospektdə, yadınızdadır bir aralar var idi. O müxtəlif rəngli, müxtəlif tonlu reklamlar, göz oxşamayan. Amma indi görürsən ki, şükür Allaha, o dediyiniz məqamlar özünü burada çox gözəl şəkildə əksini tapır. Şəhərin görünüşünə baxsaq, şəhərimiz bilirsiniz ki, əsasən əhəng daşından ucaldılıb, tikilib. Binaların çoxsu demək olar ki, ağ əhəng daşındandır. Və bu əhəng daşına uyğun palitra seçmək lazımdır. Bu palitra mütləq tənzimləməlidir. Və həmin o rəng palitrası ahəng yaratmalıdır. Şəhərin ümumi görünüşünlə, küçənin görünüşünlə, bina ilə və s. Buna yanaşma belədir. Pərvanə xanım, burada bir məqamı da əlavə etsək, Azərbaycan dövlət dilinin qorunması. Bax, burada dediyimiz amillər, bu bədii estetik zövq, qanunvericilikdə olan müəyyən punktlar və bir də əlavə eləsək ki, Azərbaycan dilinin burada qorunması mütləq şəkildə tənzimlənir. Hansı məqamları danışa bilərsiniz? Bununla bağlı bizim belə deyim, kifayət qədər işlərimiz var. Dilimizi sevək, qoruyaq və təbliğ edək adlı kampanyamız keçirilir. Sahibkarlarla mütləq şəkildə müxtəlif maarifləndirici görüşlər keçirilir. Ondan başqa sahibkarlara məsləhətlər verilir. Dilimizi, belə deyim, özəlliyini qorumaq üçün. Və çalışırıq reklam qurğularında Azərbaycan dilində olan yazıların hamısının, belə deyim, tənzimlənməsinə biz xüsusi, belə deyim, xüsusi diqqət yetirir. Bəli, xüsusi diqqət yetirir. Mütəxəssislərlə birgə çalışırıq. Bəli, mütəxəssislərlə birlikdə çalışırıq və qanunvericiliyin tələblərinə əsasən reklam qurğusu birinci Azərbaycan dilində olmalıdır və ondan sonra xarici dildə yazıla bilər. Amma Azərbaycan dilində yazılan məlumatın ölçüsü digər dildə, xarici dildə yazılan məlumatın ölçüsündən böyük olmalıdır.
Aydın məsələdir. Mən istərdim söhbətimizin bu dəmində biraz sahibkarların dilindən çıxış eləyim. Əziz tamaşaçılarımız. Belə ki, onları maraqlandıran bir çox məsələlər var. Məsələn, onlardan biri odur ki, hansı məhsulların reklamına açıq havada icazə verilir? Məsələn, bax, belə deyək. İcazə verilmir. Ümumiyyətlə belədir. Verilmir, bəli. Mən deyim ki, bu Nazirlər Kabinetinin xüsusi qərarı ilə tənzimlənir. Müəyyən əmtəələrin reklamına icazə verilmir. Bunların sırasında siqaret, tütün və tütün məmulatlarıdır. Tündlüyü 5%-dən çox olan alkoqolli içkilərdir. Sonra uşaq qida məhsullarıdır. Ondan başqa qida məhsullarıdır. Qida əlavələridir. Onların da reklamına icazə verilmir. Mərc oyunlarıdır, qumar oyunlarıdır. Bunların reklamına icazə verilmir və bu qanunla tənzimlənir. Sahibkarlar ödəniş etmədən açıq məkanda reklam yerləşdirə bilərlər. Ümumiyyətlə sahibkarlar hansı məhsullara ödəniş etmədən açıq havada reklam yerləşdirə bilərlər? Baxın, bu istiqamətlə sahibkarlara dəstək üçün həyata keçirilir. Sahəsi 1 kvadrat metrdən çox olmayan reklam qurğuları və bir ədəd olduqda sahibkarlar həmin reklam qurğusunu yayımlaya bilərlər və ödəniş etmirlər. Amma bu o demək deyil ki, sahibkarlar bununla bağlı Dövlət Reklam Agentliyinə müraciət etməməlidir. Mütləq etməlidirlər. Çünki həmin reklam məlumatının da formalaşmasına biz nəzarət yetiririk. Ona görə sahəsi 1 kvadrat metrə qədər olduqda belə sahibkar müraciət eləyir. Sahəsi müəyyən olunur ki, 1 kvadrat metrə qədərdir və sahibkara icazə verilir ki, həmin reklam qurğusunu yayımlasın. Bəs bu sizin agentlik tərəfindən açıq məkanlarda reklamlarla bağlı gələcəkdə hansı işlər görülür? Yəni, hansı məqamları ön plana çəkmək istərdiniz ki, sahibkarları da biraz, necə deyərlər, rahatlıq verərdik. Qarşıda onları, bax, bu kimi güzəştlər mi deyim, bu kimi hallar gözləyir? Varmı belə planlar? Var. Ümumiyyətlə, bizim Azərbaycan Dövlət Reklam Agentliyinin fəaliyyətində strateji planlar müəyyənləşibdir. Bu strateji planların müəyyən mərhələləri var. Birinci mərhələ təbii ki, şəhər estetikasıdır. Biz çalışırıq reklam qurğularının yerləşdirilməsinə, şəhər estetikasına xüsusi fikir verək. İkinci, təbii ki, rəqəmsal transformasiyadır. Reklam informasiyasının təhlükəsizliyinin təmin olunması. Bunun üçün də biz süni intellektin imkanlarından istifadə etməyə başlamışıq və bu sahədə, belə deyim ki, daha da geniş irəliləyişlər var və bu bizim əsas prioritet sahələrimizdən biridir. Ümumilikdə sahibkarlara dəstək layihəmiz çoxdur. Dediyim kimi, biz sahibkarlar icazə almamışdan əvvəl, yəni reklamı yerləşdirməmişdən əvvəl reklam qurğusunu bizə təqdim etməlidirlər. Bəzən sahibkar həmin o reklam qurğusunun eskizini işləməkdə çətinlik çəkir. Bununla da belə yenə biz onlara kömək etməyə çalışırıq. Onlar müraciət eləyirlər, öz fikirlərini bizimlə bölüşürlər. Biz onlara həmin reklam qurğularının eskizlərini hazırlayırıq. Yəni bir neçə variantda təklif edirsiniz. Bir neçə variantda təklif edir, onlar da öz seçimlərini edirlər. Ondan da başqa bizim ictimai platformamız mövcuddur. Sahibkarlar həmin ictimai platformaya müraciət eləyə bilərlər, öz iradlarını, öz suallarını verə bilərlər, təkliflərini verə bilərlər ki, biz məlumatlı olaq. Həmçində sahibkar yönümlü fəaliyyətimizin əsas istiqamətlərindən biri də budur ki, sahibkar məmnunluğu, bu da bizim əsas prioritet istiqamətlərimizdən biridir və çalışırıq onlarla daim ünsiyyətdə olaq, onlara kömək eləyək. Burada müştərək iş birliyindən söhbət gedirsə, düşünürəm ki, nəticə çox gözəl olacaq. Və bu da şəhərimizin gözəlləşməsində, hər hansı bir məhsulun daha dəqiq, daha gözəl bir bədii estetik formada istehlakçıya çatdırılmasında çox önəmli bir məqam olacaq. Pərvanə xanım, sizə minnətdarıq. Mənim sizə suallarım bitdi. Söylədikləriniz, daha sonra söyləmək istədiyiniz varsa, buyurun. Mən sizə təşəkkür edirəm dəvətiniz üçün və buradan sahibkarlara səslənmək istəyərdim ki, bizim fəaliyyətimiz reklam fəaliyyətinin tənzimlənməsidir, reklam fəaliyyətinə nəzarətdir. Amma biz tam təmənnasız şəkildə sahibkarlara kömək eləməyə hazırıq. Bayaq dedim, eskizləri təqdim eləyə bilərik, onların təkliflərini nəzərə ala bilərik, onların suallarını nəzərə ala bilərik və bununla da belə sahibkar yönümlü fəaliyyətimizin əsas istiqamətlərini inkişaf etdirmiş olarıq.
Çox gözəl, amma sonda mən bir məqamı da soruşmaq istəyirəm. Yeri gəlmişkən studiyamıza gələn zənglərdən irəli gəlir, mesaj yazırlar da bizə. Bəzən orfoqrafik səhvlər olur müəyyən reklamlarda. Bəli. Bu da yəni Azərbaycan dilini sevənləri bir balaca qıcıqlandırır əslində. Bax belə deyək. Sizin buna münasibətiniz, yəni hansı tədbirlər görülür? Yenidən işlənir o reklamlar, o qurğular və s. Bunu qeyd edim ki, demək olar ki 14 minə yaxın ümumiyyətlə monitorinqlər aparılır, daim monitorinqlər aparılır və bu ilin birinci rübü daxilində 14 minə yaxın reklamlar, indi qeyd edəcəm, reklamlar dəyişdirilib. Onlardan 400-ü 500-ə yaxın sayda bunlar dil normalarının pozulması ilə bağlıdır. Orfoqrafik səhvlər ola bilər, səhv yazılışlar ola bilər. Biz bunların yenilənməsini sahibkara tövsiyə edirik və buna nəzarət edirik. Sahibkarlar bunları mütləq dəyişməlidirlər. Çünki bu düzgün deyil. Dilimizi bəs necə qoruyaq, necə sevək dilimizi və çalışırıq ki, həmin orfoqrafik səhvlər olan qurğular yeniləri ilə əvəzlənsin. Çox sağ olun ki, bax bu işdə də sahibkarlara kömək olursunuz. Təşəkkür edirik sizə. Əgər bir şirkətin, bir məhsulun adında səhvlər varsa, deməli onun işlərində də səhvlər var. Şəxsən mən bir istehlakçı kimi bunu düşünürəm. Siz də yardımcı olursunuz. Minnətdarıq sizə ki, bu səhər gəldi studiyamıza. Bu haqda bizə ətraflı məlumat verdiniz. Əziz tamaşaçılar, müsahibimiz isə Dövlət Reklam Agentliyinin şöbə müdürü Pərvanə xanım Əliyeva idi. Açıq havada reklamların necə tənzimlənməsi haqqında bizə ətraflı danışdı. Çox sağ olun. Təşəkkür edirik.